22.45'te efirdədir çempiyonla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur. Bu verilişin cümə günü 22.45'te efirdədir çempiyonla bir gün fərqi yoxdur. 10 ildir ki artıq kickboks idmanı ilə məşğul oluram. Lakin peşəkar səviyyədə isə yəni beynəlxalq yarışlar, böyük yarışlar isə 5 ildir ki artıq bu yarışlara çıxıram. Maraqlı veriliş yalnız bizdə lider və şampionluq bir gün. New veriliş marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə götür mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Mən bir ana kimi Pərvizlə fəxr edirəm. Ona görə Pərviz uşaqlıqdan bu yolu seçibdir. Lap ilk əvvəldən, orta məktəb devrindən həmişə gedirdi idmana. Biz onu yoldan qaytara bilmədik. Yenə də getdi, davam elədi. Hətta universitetə də girdi. Universitet oxuya-oxuya heç onu o yoldan çəkindirə bilmədik. Pərvizin 6 yaşından idmana həvəsi oldu, apardıq qoydum. O məşq eləyə çempion oldu, Azərbaycan çempionu, sonra dünya çempionuna yiyələndi. Azərbaycan bayrağını bütün dünyada qaldırdı. Onun anasının qarşısında, Səlma xanımın qarşısında baş əyirəm ki, bu cür gözəl, nümunəvi oğlan yetişdirmişdir, oğul yetişdirmişdir, Azərbaycan oğlu. Ümumiyyətlə, hər bir insanın, eləcə də idmançının məqsədi olmalıdır. Bizim də məqsədimiz Azərbaycan bayrağını həmişə yüksəlikdə dalğalandırmaq olmalı. Biz də buna nail olmuşuq. 1997-ci ildən Pərviz idmana başlayıb. O vaxtdan indiyə kimi Pərvizlə bəlkə də minlərlə idmançı məşğul olub. Amma Pərviz axıra kimi dözüb qalıb. Heç bir çətinlikdən, heç bir əzab vəziyyətdən qorxmayaraq məşğul olub, gəlib bu vəziyyətə çatıb. Çox vaxt idmanla məşğul olan uşaqların əksəriyyəti təhsildən biraz uzaq olurlar. Yəni bütün ömrünü, bütün vaxtını idmana həsr edirlər. Amma Pərvizdə bunlar hamısı çox paralel oldu. Yəni Pərviz ali təhsillidir, özü savadı ilə, öz biliyi ilə Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. Pərvizlə bizim tanışdığımız 2003-cü ilə təsadüf edir. Biz Bakı Dövlət Universitetinin Tarix Fakültəsinə qəbul olmuşuq eyni ildə və qrup yoldaşı olmuşuq. Pərvizi ilk tanıdığım vaxtlarda Pərviz mən yalnız dərslərində müvəffəq olan bir tələbə kimi tanıyırdım. Dərslərinə ciddi yanaşan bir tələbə kimi. Amma müəyyən müddətdən sonra belə bir şey aşkar olundu ki, Pərviz çox istedadlı bir idmançıdır. Bakı Dövlətdə tələbələr arasında keçən universitet yarışında bunu aşkar elədim ki, tələbələr arasında boks üzrə universitetdə keçirilirdi və Pərviz həmin yarışda çempion olmuşdu. Və belə deyim ki, hətta bu vəziyyət məni demək olar ki, şoka salmışdı. Çünki mən Pərvizə həmin günə kimi dərslərinə ciddi yanaşan, savadlı bir tələbə, qabiliyyətli bir tələbə kimi tanıyırdım. Amma birdən-birə onun bu tərəfini də kəşf elədik. Cümə günü 22.45'te efirdədir çempiyonla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22.45'te efirdədir çempiyonla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider və şampiyonla bir gün. New veriliş marağı var hər günün. Atış devəni lideri izlə, maraqlı veriliş yalnız bizdə. Lider və şampiyonla bir gün. New veriliş marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə götür mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Aç sevinə, lideri izlə, ol sən bizimlə birgə. Mən Pərvizin köməkçi məşqçisi olaraq həmçinin Pərvizlə yaxın dostam. Yəni bu dostluğumuz neçə illərdir. Biz yəni çöldə dostluq yox, yəni biz ailəvi dostluq, çox yaxınıq münasibətimiz. Bununla əlaqədar olaraq yəni Pərviz hər bir döyüşlərdə bizimlə bir yerdə əziyyət çəkir. Yəni bizdən çox əziyyət çəkir. Bunun qarşısında yəni biz ondan nailiyyətləri görürük, əziyyətini yəni qiymətləndirir. Bizim əziyyətimiz də həmçinin özü üçün qiymətləndirir. Bizə görə bu çox böyük nailiyyətlərdir. Yəni əziyyət çəkirik. Pərviz bizim əziyyətimizi yerdə qoymur. Bizim üçün bundan yəni ən sevincli, ən yəni qiymətli bir şey ola bilməz. Azeri kickboksçu Pərviz Abdullayev.
Yəni bu döyüş 2009-cu ildə məsəl üçün məsələn Ərzurumda döyüşdüm, Əlal Karışla döyüşümü qeyd edeyim ki, və bu döyüş bu idmançı çox güclü idmançılardan biridir Türkiyənin və onun çox böyük dərəcələri vardı. Ki, yəni dünya çempionu Tayboksdan, eləcə də professional peşəkar karyerada 28 döyüş keçirmiş. Bunların 27-sinə qalib gəlmişdi. Və mən ilk dəfə olaraq Türkiyədə buna məğlubiyyət adısı dadırdım. İlk raundda bu idmançını knockdown vəziyyətinə saldım və daha sonra isə davam edən 3 raund ərzində tam qələbə ilə mən ona qalib gəldim. Tutmaq əksində bizim üçün fəxrdir. Çünki döyüş növlərini sevən adamlar, ümumiyyətlə dünyada döyüş növlərini sevən insanlar çoxdur. Döyüş növündə iştirak eləmək, öz vətənini təmsil eləmək böyük bir şərəfdir. Pərviz də yetərincə Azərbaycanı təmsil edir, biz onunla fəxarət duyuruq. Mən istəyirəm ki, arzu edirəm ki, bütün K1 və s. bütün döyüş növlərində keçirilən yarışlarda Azərbaycan evladları çox olsun. Digər millətləri tez-tez görürük, Gürcülər, Rusiyalılar və s. Çox təəssüf ki, bizim döyüşlərimiz baxmayaraq ki, daha layiqdirlər, daha savaşçıdırlar. Ruhlarında da vətən sevgisi daha çoxdur, amma az təmsil olunurlar. Pərviz bütün döyüşlərdə əsl Azərbaycan evladı kimi, aslan kimi döyüşən bir döyüşçümüzdür. Biz televizyondan onu izləyəndə vətənimiz üçün şərəf duyuruq, vətənimiz üçün qürur hissi keçiririk. Pərvizə böyük uğurlar arzulayıram. Və arzu edirəm ki, Azərbaycan yeni yetmələri, Pərviz kimi oğlanlara baxıb, idmanla məşğul olsunlar. Döyüş növlərini daha da yüksəlsinlər, daha da çox təbliğ eləsinlər. Və dünyada harada döyüş növündə yarış varsa, orada 1-2 Azərbaycan evladı olsun. Bu çox prestijli şeydir. Yəni Avropada, Amerikada, Yaponiyada, Koreyada və ümumiyyətlə dünyada inkişaf eləmiş bütün dövlətlər döyüş növlərində olan yarışlara diqqətlə baxırlar, oradakı qalibləri çox sevirlər. Bilirsiniz ki, məşhur adlar var. Bir Badr Hari Mərakeşi bütün dünyaya təbliğ eləyib tanıdıb. Bir Badr Hariyə baxanda bütün dünyadakı insanlar düşünürlər ki, Mərakeşlilər hamısı qəhrəman. Hamısı Badr Hari kimi vətən sevgisi ilə yaşayan cəsarətli bir adamlardır. O yüzden də Pərviz də bugün Azərbaycanın bir cəsarətli oğlu kimi dünyada bizi təbliğ edir. Son döyüşünə mən ona baxanda mənə elə gəldi ki, Pərvizdə heç kim qalib gələ bilməz. Çünki elə bir ruhla ringə və yaxud da mən hara çıxacaqsa, oktagona, hansı meydana, döyüş meydanına çıxacaqsa, elə bir ruhla çıxır ki, qələbə əzmi onun üzündə, Pərvizin yumruğu Azərbaycanın yumruğu, Pərvizin gücü Azərbaycanın gücü. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider çalar çempionla bir gün. New veriliş marağı var hər günün. Atış devəni lideri izlə maraqlı veriliş yalnız bizdə. Lider çalar çempionla bir gün. New veriliş marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə gətir mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Atış devəni lideri. Pərvizin özəl xüsusiyyətlərindən biri olan məqsəd yönlü olmaqdır. Əgər bu insan qarşısında məqsəd qoyur ki, mən bu döyüşə qalib gələcəm, həqiqətən də qalib gəlir. Əziz tamaşaçılar, bizim çempion Pərviz Abdullayev hətta balıq tutma qabiliyyətinə malikdir. Pərviz, artıq belə neçə ildir bu balıq tutmaqla məşğulsun? Bildiyiniz hər insanın bir hobisi olduğu kimi balıq tutmaqdır, mənim hobbilərimdən biridir. Mənim bir dənə hobbim var, futbol oynamaqdır və çoxlu futbol oynayacam. Şərt balıq tutmaq deyil, yəni bu bildiyimiz kimi balıq tutmaq, yəni bu qarmağı burada azca belə saxlayıb insan beynini sakitləşdirir, yəni əsəbləri sakitləşdirir, dincəldir insanı. Bu da idmançıya ən lazım olan xüsusiyyətlərdən, lazım olan şeylərdən biridir. Pərviz elə ilk tanıdığım günlərdən öz səmiyyəti ilə, öz mədəniyyəti ilə həmişə qrup yoldaşlar arasında, kollektiv arasında həmişə hörmət qazanan bir şəxs olub. Hətta institut illərində belə həmişə Pərviz dərsdən çıxıb
birbaşa məşq çantası ilə dərsə gəlib, birbaşa məşqdən, institutdan çıxandan sonra məşqə gedərdi. Yəni Pərvizin bu idmandan əlavə başqa qabiliyyətlərini deyə bilərəm ki, yaxşı futbol oynayırdı. Həmçinin Bakı Universitetinin yığma komandasının üzvü idi. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider çalar çempionla bir gün. New veriliş marağı var hər günün. Açış devəni lideri izlə maraqlı veriliş yalnız bizdə. Lider çalar çempionla bir gün. New veriliş marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə gətir mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Və mənim demək ilk olaraq, yəni ən böyük yarışlarda, yəni titullu yarışlardan biri də mən vuruşduğum yarışlardan, yəni K1 Azərbaycanda keçirilən K1 yarışı idi 2008-ci ildə. Yəni bu yarışı vuruşmuşdum. Yəni lakin bundan qabaq da 2007-ci ildə mənim böyük yarışlarım oldu. Yəni bu mənim üçün yəni ən önəmli yarışlardan biri olmuşdu və K1 bildiyimiz yəni hər bir idmançının yəni arzusu, məqsədi ki, yəni kickboksyorun yəni ən böyük zirvəsidir. Yəni istədiyi zirvələrdən biridir və bu da hər idmançı yəni bura nail ola bilmir və bizim məqsədimiz də, əsas məqsədimiz də K1 yarışlarına qalib gəlmək və orada qələbələr əldə etməkdir, Azərbaycan bayrağını orada yüksəltməkdir. Yaş fərqimiz olduğundan mən Pərvizin demək olar ki, bütün uşaqlıq illərini xatırlayıram. Yəni Pərviz kiçik yaşlarından həqiqətən də idmana çox həvəsli idi. Yəni o zamanlar biz bir çox idman növləri ilə məşğul olurduq. Kampu növü ilə məşğul olmuşduq, Uçuşsanda növü ilə məşğul olmuşduq. Və sonunda özünü bu kickboksda tapdı və həqiqətən də səhv eləmədi. Doğrudan da bizim bütün ümidlərimizi doğrultdu. Pərvizlə mənim tanışdığım təxminən bir 4-5 ilə təsadüf edir. Yaxından dostluğumuzdan söhbət edir. Pərvizi uzun müddətdir tanıyıram. Hələ uşaq vaxtları ikən. İstedadlı, idmançıdır, gözəl, sadiq dostdur. Pərviz Azərbaycan kickboksunda adını qoyan kickboksçularımızdan biridir. Bu sübut edib Pərviz Abdullayev bildiyiniz kimi peşkələr arasında yeganə dünya kəməri Pərviz Abdullayevdədir. Bu da çox qürur duyulası bir şeydir. Mən fəxr edirəm ki, mənim dostum, qardaşım Pərviz Abdullayev Azərbaycanda yeganə kickboksördür ki, bu dünya kəməri bir dənə ondadır. Kickboksun Vako versiyası üzrə. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider çalar çempionla bir gün. New veriliş marağı var hər günün. Açış devəni lideri izlə maraqlı veriliş yalnız bizdə. Lider çalar çempionla bir gün. New veriliş. Karşılaşmayı knockout'la kazanan mavi köşe Pərviz Abdullayev. Məkanın yerin bənzəri yoxdur bu verilişin. Açış devəni lideri izlə. Ol sən bizimlə birgə. Yeni bir zonada. Pərviz institutlərində dərslərinə o qədər ciddi yanaşırdı ki, Pərvizin gələcəkdə belə bir peşəkar idmançı olmağı mənim və mənim qrup yoldaşlarımın heç ağlına belə gəlməzdi. Biz hətta fikirləşirdik ki, Pərviz bu qədər öz dərslərinə ciddi yanaşır ki, gələcəkdə hansısa bir iş adamı ola bilər, hansısa bir sənətin sahibi ola bilər, idmandan kənar. Amma müəyyən müddətdən sonra hamımıza çox qəribə gəlir ki, bu qısa bir müddətdə bu qədər bir insanın gərək o qədər qabiliyyətli olsun ki, qısa bir müddətdə idman aləmində öz sözünü deyə bilsin, bu qədər nailiyyətləri arxa-arxaya verə bilsin. Pərviz mənim və mənim yaxın dostlarımın hamımızın fəxridir. Pərviz, biz artıq neçə saatdır buradayıq. Bir balı da tutmamısan sən. Deyirəm bəlkə bir onu dartasan yuxarı baxa. Xeyri yoxdur, indi hardasa çıxacaqdır, tələsmə.
Əziz tamaşaçılar, verilişimizin bu anda mən istəyirəm sizlərə verilişimizin baş sponsoru olan Yeliseyevski limonadlar haqqında məlumat verim. Yeliseyevskaya həyatda. Yeliseyevskaya işdə. Yeliseyevskaya hərəkətdə. Yeliseyevskaya təbiətdən gələn güc mənbəyi. Bu məşq vasitəsilə bunların bədənindən xaric olan hansı ki minerallar var, onları bərpa etmək üçün bu suları mən paylayıram uşaqlara ki, içsinlər və tez bir zamanda, uşaqlar gəlin bura, tez bir zamanda bərpa olunsun. Mən peşəkar səviyyədə iki dəfə Vako Pro dünya kəmərinin sahibiyəm, yəni iki qat peşəkar arası dünya çempionuyam. İlk çempionluğu mən 2010-cu ilin oktyabr ayının 23-də Bakı şəhərində keçirilən Avropa çempionatının final günündə Rus idmançısına 5 raund 3 dəqiqədən qalib gələrək Vako Pro dünya kəmərinə sahib oldum. Və cavab olaraq isə 2011-ci ildə mənə Rusiyanın Rostov şəhərinə dəvət olundu və buradakı Rostovlu iki qat dünya çempionu, Avropa çempionu Vitali Sarokaya 5 raund 3 dəqiqədə qalib gələrək və mən bu idmançının burada ayağını sındırdım, zədələdim və bu döyüşdə tam qələbə ilə Rusiyada öz torpağında bu idmançını məğlub edib ikinci dəfə artıq bu adaya yiyələndim. Pərviz Abdullayevi mən bir Azərbaycan idmançısı kimi qiyabi tanışlığım var idi. Onunla əyani tanışlığım 2011-ci ildə bildiyiniz kimi dünya kəmərinin təsdiqi üçün yarış Rostov şəhərinə düşdü və Pərviz orada Rostovlu bir idmançı Vitali Saroko çox
nailiyyətli bir idmançısı, 2 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu olan Rostov şəhərinin öz idmançısı ilə dünya kəmərini 2-ci dəfə təsdiq eləməli idi. 2010-cu ildə oktyabr ayının 20-sində Bakıda keçirilən Avropa çempionatı finalında Rus idmançısını dünya kəmərinə döyüşdü, yəni dünya çempionluğu adına döyüşdü peşəkar arası. Çox yüksək səviyyədə biz yarışa hazırlaşmışdıq. Pərviz də və Pərvizin böyründəkilər, mən deyərdim ki, bütün tamaşaçılar, Pərvizin pərəstişkarları Pərvizdən çox həyəcan keçirdirdi bu döyüşə. Ona görə ki, döyüş çox ermənilərin yaşadığı bir rayonda keçirilirdi. Orada erməni dəstəsi çox böyük idi. Ona baxmayaraq biz yarış yerinə elə bir səviyyədə Azərbaycanlılar gəldi ki, biz o zala daxil olanda artıq biz döyüşü udmuşduq. Ona görə ki, artıq bütün hamı bizlə razılaşırdılar ki, yəni Azərbaycanlılar həqiqətən də bu döyüşə hazırlıqlı gəlir. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider ve şampiyonla bir gün. New veriliş marağı var her günün. Açış dedeni lideri izlə, maraqlı veriliş yalnız bizdə. Lider ve şampiyonla bir gün. New veriliş marağı var her günün. Sağ olsun Pərviz ki, bütün ümidlərimizi doğrultdu. Azərbaycanın bayrağını üstəllərə qaldırdı. Bütün Azərbaycanlıları sevindirdi. Pərviz bu yarışda çox gözəl iştirak elədi və Azərbaycanın ümidlərini doğrultdu. İkinci dəfə dünya kəmərini Azərbaycana gətirdi və təsdiq elədi ki, buna layiq Pərviz Abdullayevdir. Pərviz Abdullayev kəməri aldı. Üstündən 5 ay keçmədi. Rostovda Rus idmançısı ilə döyüşdü. Növbəti ikinci kəmərini aldı. Biz buna çox sevindik, şad olduq. Sevincimizin həddi düzü yox idi. Pərvizin bizim Mehman müəllim zəng eləyərdim ki, Mehman müəllim döyüş gedirdi. Moskva ilə əlaqə saxlayırdı ki, müəllim döyüşdən nə xəbər? Mehman müəllim dedi ki, Pərviz uduzub. Biz inanmadıq, şoka düşdük. Dostlar yığışmışdı. Necə olub Pərviz uduzub? Dedim, Rus təmiz Pərvizi üstələdi. Çox təəssüfləndik, ola bilməz arada. Sonra Mehman müəllim güldü, zarafat etdi ki, yəni sizi sadəcə olaraq zarafat edirdim. Pərviz Abdullayev tam üstünlüklə qələbə qazandı. Növbəti ikinci kəmərini qazandı. Biz buna çox sevindik. Demək olar ki, biz səhərədən yatmadıq. Bu sevinci hissini dostlarla bir yerdə bölüşürdük. Pərvizin nailiyyətləri o qədər çoxalıb ki, bəzən biz Pərviz yarışa gedəndə Pərvizin müəlliminə zəng edib, məlumat alanda əgər uduzub deyirsə, biz onu zarafat kimi qəbul edirik. Artıq bizə inandırıcı gəlmir. Və həmişə də belə olur. Həmişə də onun müəllimi elə bir zarafat edir və biz inanmırıq və sonradan da bilinir ki, doğrudan da bu zarafat imiş. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider ve şampiyonla bir gün. New veriliş marağı var her günün. Açış dedeni lideri izlə, maraqlı veriliş yalnız bizdə. Lider ve şampiyonla bir gün. New veriliş marağı var her günün. Ver mənə fonu, tonu, əlinə götür mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Aç sevini, lideri izlə, ol sən bizimlə birgə. Gözürəkdə yeni bir zonada, bu veriliş başqa bir formada. Hər bir gündə yeni kultura, hər bir kölgədə yeni faktura. Lədanik və mədəni, xeyrxax və mənəvi, ol çempionla birgə. 22:45'də Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'də efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider ve şampiyonla bir gün. New veriliş marağı var her günün. Açış
İşte beni lideri izle. Maraqlı veriliş yalnız bizdə. Maraqlı veriliş yalnız bizdə. Lider TV'de Şampiyonla birgə 22:45'te Karşılaşmayı 3-0 sayıyla kazanan mavi köşe Perviz Abdulvade. Azərbaycan Kickboks Federasyonu Başqanı Adil Əliyevə öz minnətdarımı bildirəm, Güloğlan Zabbarova öz minnətdarımı bildirəm. Çok teşekkür ediyoruz bir kez alkışlarınızla Perviz Abdulvade. Mən inanıram ki, karyerası ərzində, yəni bundan da daha böyük nailiyyətlər əldə edəcək. Hələ bir neçə kəmərlər əldə qazanacaq. Mən bir dənə onu deyə bilərəm ki, Pərviz Abdullayev gözəl, istedadlı, qəlbiyyətli bir idmançı və gözəl və istedadlı bir qardaşımızdır bizim. Pərviz Abdullayev mənim həyatda ən yaxın dostlarımdan biridir və mən bununla fəxr edirəm, qürur duyuram. Qardaşım Pərviz, sənə idmanda daha böyük, geniş nailiyyətlər arzu edirəm və buna inanıram ki, inşallah sənin səsin daimi yüksəklərdən gələcək. Mənim əsas, yəni qeyd edilmişim, əsas məqsədim, əsas istəyim KB zirvəsini əldə etməkdir və mən ümid edirəm ki, mən bunu əldə edəcəm. Həm hörmətli prezidentimiz cənab İlham Əliyevin idmana göstərdiyi qayğı nəticəsində, eləcə də Kickboksing Federasiyasının prezidenti Adil Müəllim Əliyev, eləcə də vitse-prezident Güloğlan müəllim Cabbarovun bizə göstərdiyi dəstək nəticəsində mən o yerləri, istədiyim yerləri fəth edəcəm. Azərbaycanın bayrağını, eləcə də himnimizi həmin KB zirvəsində göstərdirəcəm, səsləndirəcəm. 2010-cu ildə mənim böyük göstəricilərim oldu və bu göstəricilərin nəticəsi olaraq da mən bunlar qeyd eləmək lazımdır ki, yəni hörmətli prezidentimizin cənab İlham Əliyevin idmana göstərdiyi qayğı, eləcə də Azad Rəhimovun və qayğısı nəticəsində, yəni hər il bildiyimiz kimi ilin yekununda idmançılara 10 ən güclü idmançı seçilir və mən də 2010-cu ildə kickboks idman növündən ilin 10 ən yaxşı idmançı sırasına düşdüm və bu da əsasən Kickboks İdman Federasiyasının prezidenti cənab millət vəkilimiz Adil Əliyevin federasiyaya göstərdiyi dəstək nəticəsindədir ki, və eləcə də vitse-prezident Güloğlan Zabbarovun və mən bu dərəcələri əldə edib 2010-cu ilin 10 ən yaxşı idmançı sırasına düşdüm. Pərvizə fəxr edirəm, həqiqətən fəxrimizdir, yəni bütün yarışlarımızdan bir şey, fəxrlən bir şey. Yəni, dünya çempionudur. Mən onun özüm idmanla məşğul, mən ona baxaraq əslənmişəm. Sizə bir sualım olacaq. Azərbaycanda ən sevdiyiniz idmançı? Pərviz Abdullayev. 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 Uğurlar arzu edirik. Həmişə vətənimizi yüksəklərə qaldırsın. Kobra Pərviz. Cümə günü 22:45'te efirdədir çempiyonla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45'te efirdədir çempiyonla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider TV şampiyonla bir gün New veriliş marağı var hər günün. İşte beni lideri izle. Maraqlı veriliş yalnız bizdə. Lider TV şampiyonla bir gün New veriliş marağı var hər günün. Ver mənə fonu, tonu əlinə götür mikrofonu. Fərqi yoxdur məkanın yerin bənzəri yoxdur bu verilişin. Aç sevini lideri izlə. Ol sən bizimlə birgə. Fikrimiz, məqsədimiz Azərbaycanı Kabir Maksıda təmsil etməkdir. Kabir Maksı
Mən Pərvizə bundan artıq, yəni mən həyatda daha çox yarışlar arzu edirəm Pərvizə. Yəni bundan çox qalibiyyətlər arzu edirəm. Bu mənim yəni idman karyerimdə olan ən böyük yarışlardır və mən qarşıda məni bundan da böyük yarışlar gözləyir. Və qeyd edədiyim kimi ən böyük məqsəd Azərbaycanı kickboksun ən zirvəsi olan K1-də təmsil etməkdir. Və mən inşallah ümid edirəm ki, məqsəd qoymuşam ki, qarşıma bu K1 zirvəsindən çıxacam və Azərbaycanın himnini, bayrağını orada yüksəklərə qaldıracam. Gün olsun Pərviz, yəni K1 Max'dan bizim səsimiz gəlsin. Pərviz bu döyüşləri K1 Max'da göstərsin. Necə ki, indiyənə qədər bütün döyüşlərdə qalib gəlib. Yəni bu döyüşlərdən sonra da bütün döyüşlərdə qalib gəlsin və K1 Max'ı Pərviz tutsun. Bizim sevincimiz daha da yüksək olur. Bir gün də fəxr edirəm ki, mən Pərvizin həmsi olacam. Onu deyə bilərəm ki, Pərviz mənim və mənim yaxın dostlarımın hamımızın fəxridir. Pərvizin mən bir məqsədim bilirəm ki, Pərviz dünya miqyaslı K1 yarışları keçirilir ki, orada iştirak etmək istəyir və mən inanıram ki, inşallah Pərviz Azərbaycanda tarix yazacaq və həmin yarışlarda iştirak edib və həmin yarışlarda qalib olacaq. Bu idman növünün ən uca zirvəsinə qalxmağını və Azərbaycanın adını daha da ucalara qaldırmağını arzulayıram və inşallah buna biz nail olacaq. Bir sözlə Pərviz fəxrimizdir və biz ona inanırıq və inanırıq ki, o bizim ümidlərimizi doğruldacaq. Nə bilim, bir ana kimi hamı evladına xoşbəxt gün arzulayır, xoşbəxtlik arzulayır. Mən də ki, ancaq ana kimi ona ancaq yalnız xoşbəxt günlər arzulayıram. Əziz tamaşaçılar, verilişimizin bu anda mən istəyirəm sizlərə verilişimizin baş sponsoru olan Yeliseyevski limonadlar haqqında məlumat verim. Yeliseyevskaya həyatda. Yeliseyevskaya işdə. Yeliseyevskaya hərəkətdə. Yeliseyevskaya təbiətdən gələn güc mənbəyi. Bu məşq vasitəsilə bunların bədənindən xaric olan hansı minerallar var, onları bərpa etmək üçün bu suları mən paylayıram uşaqlara ki, içsinlər və tez bir zamanda, inşallah gəlin bura, tez bir zamanda bərpa olunsun. Cümə günü 22:45-də efirdədir, çempionla bir gün fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45-də efirdədir, çempionla bir gün fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Lider çıxır şampiyonu bir gün, new veriliş marağı var hər günün. Açış verəni lideri izlə, maraqlı veriliş yalnız bizdə. Lider çıxır şampiyonu bir gün, new veriliş marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə gətir mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Aç sevini, lideri izlə, ol sən bizimlə birgə. Qazirətdə yeni bir zonada, bu veriliş başqa bir formada. Hər bir gündə yeni kultura, hər bir kölgədə yeni faktura. Lətdanik və mədəni, xeyrxax və mənəvi, ol şampiyonla birgə. 22:45-də Cümə günü 22:45-də efirdədir, çempionla bir gün fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Cümə günü 22:45-də efirdədir, çempionla bir gün fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Lider çıxır şampiyonu bir gün, new veriliş marağı var hər günün. Aç TV'ni, lideri izlə, maraqlı veriliş yalnız bizdə. Maraqlı veriliş yalnız bizdə. Lider TV'də şampiyonla birgə 22:45-də.
Yeliseyevskaya, təbiətdən gələn güc mənbəyi. Bu məşq vasitəsilə bunların bədənindən xaric olan hansı ki minerallar var, onları bərpa etmək üçün bu suları mən paylayıram uşaqlara ki, içsinlər və tez bir zamanda, uşaqlar gəlin bura, tez bir zamanda bərpa olunsun. Cümə günü 22:45-də